Preposition mövzusu, söz önü mövzusu. Birinci sual, düzgün variantı seçin. Do you speak any other foreign language? Sonra nöqtələr English. Do you speak, yəni danışırsınız any other foreign language, digər xarici dildə. English. Variantlarda demək, beside yanında deməkdir, A variantında olan. With ilədir. Besides əlavə olaraq, bundan başqa. For üçün. To A-ə-ya-yə. Burada C variantı olacaq. Yəni besides English, İngilis dilindən başqa. Hansı xarici dili, digər bir xarici dili bilirsinizmi? İkinci sual. There is a small bakery at the center of the town that sells the best croissants. There is a small bakery, yəni kiçik bir çörəkçi var. Şəhərin mərkəzi, yəni harda ki satılır ən yaxşı kruasanlar. Demək, burada şəhərin mərkəzində, məsələn, mərkəzdə olur in the center. Yəni inlə işlənəcək. C variantı. Üçüncü sual. Are you good doing sums? Are you good, yəni to be good. To be good da bu ifadə to be good at. Yəni nədəsə yaxşı olmaq deməkdir. Do sums da yəni hesab aparmaq, hesablama etməkdir. Yəni hesab aparmaqda, yəni deyirsiniz yaxşısınız. O da olacaq C variantı. To be good at'dir bu. Dördüncü sual. Are you interested politics? Are you interested, yəni maraqlanmaq feilidir. To be interested in, yəni in sözünüsü ilə işlənir. Yəni siz siyasətlə maraqlanırsınız. Are you interested in politics? Dördüncü sualda A variantı. Beşinci sual. Emma enjoys reading in the evening. Emma deməli xoşlayır oxumağı, yəni zövq alır, oxumaqdan zövq alır. The evening, axşam. In the evening olur. Yəni evening qabağında işlənir in sözünüz. Sonra, yəni 5-ci sual oldu E variantı. 6-cı sual. The Americans borrowed many words other languages. Amerikalılar many words, çoxlu sözlər götürüblər. Other languages, digər dillər. Yəni digər dillərdən çoxlu sözlər götürüblər. Dandan olur from. Bu da C variantı. 6-da. 7-ci sual. The smell of fresh bread spread the kitchen, the living room. Yəni deyir, təzə çörəyin qoxusu yayılır. Demək, the kitchen, mətbəxdir. The living room, yəni qonaq otağı. Oturma otağı, yəni qonaq otağı. Deməli, mətbəxdən qonaq otağına yayılır. Dandan fromdur. A-ə-ya-yə to'dur. Yəni 7-də olacaq B variantı. From the kitchen to the living room. 8-ci sual. Demək, 8-ci sual. She glanced quickly her watch before leaving the office. Glance baxmaqdır. Bu da glance at'dir. Necə ki look at, bu da glance at. Deməli, o baxdı öz qol saatına ofisdən getməzdən qabaq. Burada olacaq at. B variantı. 9-cu sual. What kind of toothpaste do you brush your teeth
Yəni deyir, hansı, necə bir diş pastası ilə dişlərini fırçalayırsan, burada olacaq with ilə. Yəni, what kind of toothpaste do you brush your teeth with? Necə bir diş pastası ilə. Sonra 10-cu sual. My granny's birthday is May. Yəni deyir, nənəmin ad günüsü may ayındadır. Burada olacaq in May. May ayında. Sonra 11-ci sual. We're proud our motherland. To be proud of-la işlənir. Yəni fəxr etmək, qürur duymaq. Our motherland, yəni bizim vətənimiz, ana vətənimiz. Yəni ana vətənimizlə qürur duyuruq. We are proud of D variantı. 11-də. 12-ci sual. The plane took right on schedule. Plane təyyarə. Took'dur. Bu take feilinin keçmiş zamanıdır. Demək, take off. Take off'dur bu. Take off yəni havaya qalxmaq. Yəni deyir, təyyarə cədvələ uyğun olaraq, yəni tam vaxtında havaya qalxdı. Bu da olacaq off, take off, D variantı. 13-cü sual. He's sitting, yəni o oturur, the kitchen, mətbəx. In the kitchen. Mətbəxdə olur in the kitchen. 14-cü sual. Her kindness, everyone at the office admires her. Yəni onun mehribanlığı, hər kəs ofisdə onu xoşlayır. Yəni hər kəs ofisdə onun mehribanlığına görə ofisdə hər kəs onu xoşlayır. Görə because of-dur. Because of her kindness. 15-ci sual. The painting was carefully restored, its damaged condition to look almost new again. Yəni rəsm əsəri ehtiyatla bərpa edildi. Özünün zədələnmiş vəziyyəti, sonra deyir, yenidən, yəni yeni görünməsi üçün. Deməli, restored from olacaq. Yəni, özünün zədələnmiş vəziyyətindən bərpa edildi. Yəni, 15-də C variantı. 16-cı sual. Tom's birthday was a great event his life. Tomun ad günüsü əla bir hadisə idi. His life, onun həyatı. Yəni, onun həyatında gözəl bir hadisə idi. In his life. Burada olacaq B variantı. 17-ci sual. The cat is hiding. Demək, pişik gizlənir. The bed because it's afraid of the thunder. The bed çarpayıdır. Because çünki o şimşəkdən qorxur. Çarpayının altında gizlənər. Under the bed. Cat is hiding under the bed. C variantı. 18-ci sual. It's very important me to learn it. It's very important, çox vacibdir. Sonra deyir, me to learn it. Bunu öyrənmək, yəni for me, mənim üçün bu çox vacibdir. Bunu öyrənmək mənim üçün çox vacibdir. It's very important for me to learn it. D variantı olacaq. 19-cu sual. There are a lot of plates, the shelf. Çoxlu boşqablar var. Sonra deyir, the shelf, rəft. Yəni rəftdə. Olacaq on the shelf. B variantı. 20-ci sual. There is a carpet. Xalça var.
The floor yer, döşəmə. Deməli yerdə, döşəmədə. On the floor. Döşəmədə olur on the floor. D variantı. 21-ci sual. See you the weekend. Yəni həftə sonu görüşərik. O deməkdir. At the weekend. See you at the weekend. Yəni həftə sonuna qədər, həftə sonu görüşərik. 22-ci sual. A lot of boys are interested cars. To be interested in. İndən işlənir. Maraqlanmaq deməkdir. To be interested in. Yəni A variantı olacaq. 22. 23. Tom is the most talented boy. Tom çox istedadlı oğlandır. Our class. Bizim sinfimiz. Yəni bizim sinfimizdə. Olacaq in our class. Our class olur in our class. Bizim sinfimizdə. 24. They decided to leave early. Onlar tezdən çıxıb getməyi qərar aldılar. The warning about heavy snowfall. Yəni güclü qar yağması haqqında xəbərdarlıq. Burada olacaq, yəni because of the warning, xəbərdarlığa görə onlar tezdən getdilər. Sonra 25-ci sual. The toys are, deməli 24 A variantı oldu, because of. 25-ci sual. The toys are the table. Oyuncaqlar stol. Oyuncaqlar deməli stolun üstündə yoxdur, altında var. Under the table. C variantı olacaq. 26-cı sual. Kate placed her notebook the table and began to write. Kate öz notebookunu, dəftərini qoydu stol və yazmağa başladı. On the table. Stolun üstünə qoydu və yazmağa başladı. E variantı. Stolun üstünə oldu. On the table. 27-ci sual. She is the garden. O dur, sonra bağ. Yəni olacaq o bağdadır. In the garden. Bağda olur. In the garden. 28-ci suala baxırıq. The river overflowed its banks. The heavy rainfall last night. Çay, overflow, yəni daşmaq, məcrasından çıxmaq deməkdir. Çay daşdı, yəni məcrasından çıxdı, öz sahilindən kənara çıxdı. Sonra heavy rainfall last night. Keçən gecə güclü yağış. Deməli, güclü yağış səbəbindən və ya nəticəsində. Bu da E variantı. As a result of. As a result of the heavy rainfall. 29-cu sual. Jim saw several police cars across the road, the bridge. Jim gördü bir neçə polis maşınını yolun qarşı tərəfində, across the road. Sonra bridge, the bridge, körpü. Bu da olacaq under the bridge, körpünün altında. 30-cu sual. There were long traffic jams. Uzun tıxac var idi. The evening, axşam. In the evening, axşam.